Ukrayna hərbi hava qüvvələri F-16 qırıcı təyyarəsi ilə Rusiyanın Kursk vilayətində yerləşən Rusiya ordusunun mövqelərini ələ keçirərək zərbələr endirib. Hadisəyə dair dron görüntüləri Telegram kanallarında yayılıb. Zərbələr Ukraynaya hərbi yardım çərçivəsində verilmiş ABŞ istehsalı olan CB-39 hava bombaları ilə endirilib. Bu bombalar Rusiya ordusunun şəxsi heyəti və texnikasının cəmləşdiyi anqarları hədəf alıb. Hədəfə çevrildiklərini görən işğalçılar ərazidən qaçmağa çalışıblar. Lakin buna nail ola bilməyiblər. Nəticədə anqarlarda çox sayda Rus hərbçisi və hərbi texnikası məhv edilib. CB-39 və ya kiçik çaplı bomba ABŞ-da hazırlanmış yüksək dəqiqliyə malik planlaşdırılan bombadır. 110 kiloqram çəkisi olan bu bomba bir təyyarənin zərbə imkanlarını və dəqiqliyini artırmaq üçün nəzərdə tutulub. Kompakt ölçüsü sayəsində bir reysə 4 belə bomba yerləşdirmək mümkündür ki, bu da bir təyyarənin bir uçuşda bir neçə hədəfi vurmasına şərait yaradır. Ukraynalı hərbi ekspert Dmitri Sergeyev Ukraynanın niyə Moskva vilayəti ərazisinə dron zərbələri endirməsi sualını cavablandırıb. Rusiya tərəfi özü etiraf edir ki, Ukrayna faktiki olaraq Rusiya iqtisadiyyatının Axilles tabanını tapıb. Məsələ burasındadır ki, dronsun hədəfə dəyib dəyməsindən asılı olmayaraq xalça planı elan edilir. Yəni aviasiya sahəsi bağlanır. Təsəvvür edin ki, Moskva səmasında aviasiya sahəsi 3 gün ərzində tamamilə bağlansa, bu Rusiya iqtisadiyyatına nə qədər nəhəng zərər verər. Bir daha vurğulamaq istərdim, bu hücumunun son nəticəsindən asılı olmayaraq, bu ilk növbədə Rusiya iqtisadiyyatına zərbədir. Çünki işğalçı ölkə miqyasında hava nəqliyyatı Rusiya iqtisadiyyatının kifayət qədər ciddi sektorudur. İkincisi, bunun böyük iqtisadi, siyasi və ən əsası informasiya əhəmiyyəti var, hərbi ekspert bildirib. Dmitri Sergeyev daha bir vacib nüansı da qeyd edib. Ruslar artıq başa düşürlər ki, onların hava hücumundan müdafiə sistemi qüsuludur, üstəlik xarici çağırışlara tab gətirmək qabiliyyətində deyil. Əsas odur ki, Rusiya tərəfi Ukrayna müdafiə qüvvələrinin Rusiya Federasiyasının ərazisinə zərbələri artırmaq qabiliyyətinə malik olduğuna əmin olub və qeyd edək ki, zərbələrin daim genişləndirilməsi var. Bu xalça planı təkcə Moskvada elan edilmir. Bugün Sankt-Peterburqdakı Pulkovo hava sahəsini bağladı. Habelə Rusiya Federasiyasının ən az 6 digər regional mərkəzində də bu vəziyyət müşahidə olundu. Beləliklə, Prezident Vladimir Putin Ukrayna dronları səbəbindən Kremlə rahat otura bilməyəcək. Xatırladaq ki, bu yaxınlarda onlarla Ukrayna dronu Rusiyanın müxtəlif sənaye obyektlərini hədəf almışdı. Hücumlar dalğalarla baş verdi. Aviasiya orqanları Moskvada daxil olmaqla bir neçə şəhərdə uçuşları müvəqqəti olaraq dayandırdı. Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt yaxınlığında ən azı 10 dron vurulub. Moskva yaxınlığındakı və ya digər bölgələrdəki zərbələrdə xəsarət alan olmayıb. Tataristan Respublikasında Yelabuqa yaxınlığında hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilir. Şəhərdə Rusiya hərbçiləri üçün əsas dron təchizatçısı olan Alabuqa sənaye zonası yerləşir. Alabuqa sənaye zonası sonuncu dəfə 2024-cü ilin aprelində Ukrayna dron hücumuna məruz qalmışdı. Sərhəddən təxminən 800 kilometr məsafədə yerləşən Ivanovo vilayətində yerli rəsmilər bildirib ki, bazar ertəsi səhər dronlar adı açıqlanmayan sənaye zonasında obyektlərə ziyan vurub.
Bəzi sakinlər Dmitriyevski kimya zavodunun vurulduğunu iddia etsələr də, səlahiyyətlilər tərəfindən təsdiq yox idi. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Kovalenko bildirib ki, zavod Rusiya hərbi texnikası, o cümlədən raketlər üçün komponentlər istehsal edir. Sakinlər həmçinin Tula vilayətindəki raket istehsalçısı MP Osplavın yerində gecə partlayışları olduğunu bildiriblər. Astra Telegram xəbər kanalı bu məlumatlara istinadən bildirib ki, bu ay artıq 2 dəfə hədəf alınan müəssisənin yenidən vurulub-vurulmadığını təsdiqləyə bilməyib. Rusiya qoşunları fəal şəkildə hazırlaşır və çox güman ki, yaxın günlərdə Rusiya Federasiyasının yay hərbi kampaniyası başlayacaq. Bu fikri Kanal 24 telekanalında ehtiyatda olan Ukrayna Silahlı Qüvvələrinin polkovniki, hərbi ekspert və pilot təlimatçı Roman Svitan səsləndirib. Onun sözlərinə görə Ruslar bir neçə cəbhə istiqamətində hücum əməliyyatına hazırlaşaraq qüvvə və resursları dərin arxa cəbhələrdən döyüş xəttinə daha yaxın yerlərə cəlb edirlər. Ukrayna qüvvələri düşmənin belə bir fürsətə malik olmasının qarşısını almaq üçün mühüm düşmən hədəflərinə zərbələr endirir. Xüsusilə hazırda Ukrayna Silahlı Qüvvələri Dnepr çayının aşağı axarlarında, sol sahil adalarında əsas döyüş əməliyyatlarını davam etdirir. Ruslar orada dəlicəsinə irəliləyirlər. İndi onlar Dnepri keçərək sağ sahildə müəyyən taktiki plastform yaratmaq üçün ən azı hazırlıq görməyə çalışırlar, Svitan bildirib. Düşmən hərəkətləri Melitopoldan Tokmak istiqamətinə, Berdyanskdan Çernigovka vasitəsilə Palage istiqamətində Qulevole tərəfə qeydə alınır. Mariupoldan düşmən Zaporoji cəbhəsinin cənub-şərq cinahı boyunca Velikonovas-Yolka istiqamətində irəliləyir. Beləliklə, Rusiya bütün ordusunu cəbhədə cəmləşdirərək ölkənin dərinliklərini müdafiəsiz qoyur. Xatırladaq ki, ABŞ hərbi kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə nail olmaq istədiyi əsas məqsədlərindən əl çəkmədiyi qənaətinə gəlib. Qeyd olunur ki, böyük itkilərə və uzanan müharibəyə baxmayaraq Putin onu dayandırmaq niyyətində deyil. Onun strategiyası dəyişməz qalır. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyev bildirib ki, Rusiya ordusunun 2025-ci ilin yayında əsas vəzifəsi Slavyansk-Kramatorsk agglomerasiyasını ələ keçirməyə cəhd etmək olacaq. Onun sözlərinə görə Ruslar 3 tərəfdən birdən hücuma keçəcəklər. Onun fikrincə, yay hücum kampaniyası zamanı Ruslar bir neçə əsas amili öz xeyirlərinə istifadə etməyə çalışacaqlar. Birincisi bu, ağacların yaşıl yarpaqlarının mövcudluğudur ki, bu da böyük sayda ilk növbədə hərbi tapşırıqları uyğunlaşdırılmış nəqliyyat vasitələri və ya motosikletlər üzərində həyata keçirən şəxsi heyətin gizli hərəkətini və cəmləşməsini təmin edir.